Lionel Messi mənim fikrimcə dünyanın ən güclü oyunçusudur. Ona görə ilk başlıqdan sürət olaraq düzdür. Mənə görə ən sürətli deyil. Mənim fikrimcə ona görə 96 ilk sürətə. Shooting yəni ən yaxşı sol ayağı yəni futbolda, ona görə 98. Voziniyə qarşı təkbətəyə vurmadığına görə 99 deyil. Pas ən yaxşısı, yəni mənə görə 99. Dribbling bir daha ən yaxşısı, ona görə də yenə 99. Defensdən fizika isə məncə Neymar'dakı kimi bunda yaxşı olmayacaq. Çünki yəni həm boy balacadır, həm də heç bir müdaxilə eləmir topu, ona görə. Müdafiə 50, ondan biraz çox. Fizikdə olsun 60. Çünki ayaq üstü deyana bilir heç olmasa tackle'lardan sonra. Ümumi reyting yəni mənə görə əslində Ronaldo da, Messi də ikisi də 99 olmalıdır. Amma bu il yeganə məncə 99'a sahib olan kart olmalıdır.